Hörmətli məşqçilər, bildirmək istəyirəm ki, Xocalıya Ədalət Xocalı Kubok artıq 7 yarışmasına görə burada mətbuat konfransı keçiririk və sizin hər biriniz seçilmiş idmançılarsınız, bu yarışa görüşürsünüz, Xocalıya Ədalət deyirsiniz. Mən sizin hər birinizə təşəkkür edirəm, sizin məşqçilərinizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, hər il Xocalıya Ədalət şüarı altında Xocalı İdman Klubunun və Azərbaycan Kickboks Federasiyasının birgə layihəsi olan Xocalı Ədalət Xocalı Kuboku hər il ənənəvi olaraq davam edilir. İnanıram ki, bu Xocalı İdman Klubunun keçirdiyi yarış bizim missiyamız budur ki, xarici ölkələrdə, dünya ölkələrində bu davam eləsin və inşallah ki, buna çatacağıq biz. Xarici ölkələrdə, dünya ölkələrində Xocalıya Ədalət deyəcəyik. Bu qədər idman ictimaiyyəti ilə onsuz da biz onu deyirik. Bildirmək istəyirəm ki, əziz idmançılar, burada həm həvəskarlar döyüşəcək, həm peşəkar idmançılar döyüşəcək. Yəni, peşəkara addım atan idmançılar döyüşəcək. Həvəskar idmançılar aydın məsələdir, Anar Müəllimoğlu haqqında danışacaq, amma peşəkar idmançılar haqqında mən məlumat verim ki, danışım ki sizə. Böyük peşəkar idmançılar bu arenalara, böyük peşəkar arenalara buradan gediblər. Yaxın günlərdə böyük Azərbaycanda bir yarış oldu. Amin Quliyev orada kəmər sahibi oldu. Biləsiniz ki, Amin Quliyev Xocalı 1-i, Xocalı 2-ni, Xocalı 3-ü, Xocalı 4-ü, Xocalı 5-i də döyüşür. Siz kimi. Ən görülən uşaqlardan biri odur. Bəs siz kimi onlar da belə gediblər. Çalışaq ki, döyüş nümayiş edək, mədəni, öz əxlaqımızla, tərbiyəmizlə məşqçilər bu yarışı heç bir problemsiz yola verək. Allah qoysa inşallah problemsiz yola verək. Burada da ki, bizim ədalət təmsilçilərimiz var, Anar mənim buradadır. Yarış haqqında da, döyüşlər haqqında da, bütün hər şey haqqında məlumat veririz. Və bizim Kickboks Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, bizim əziz dostumuz, əziz idmançımız Həsən müəllim buradadır. Həsən müəllim, öz ürək sözlərini idmançılarımıza deyərdiniz. Çox sağ olun müəllim. Allah canınızı sağ eləsin. Siz neçə ildir bu yarışı keçirirsiniz ənənəvi olaraq. Əlbəttə bu elə belə yarışdır, bu çağırışdır. Çünki bütün dünya görsün ki, biz Xocalıya ədalət istəyirik. Əlbəttə bu yarışın məqsədi odur ki, biz həm də ki güclü idmançılar yetişdirək. Bugünkü gün torpağımız geri qayıdan neçə faizi bizim idmançılarımız məsələni həll edədilər. Ona görə bu günlərin siz ringdəsiniz, sabahları səngərdəsiniz. Ona görə hər bir idmançıya uğurlar arzulayıram. O güclü qalib gəlsin. Əlbəttə hamı, heç kimin haqqı yeyilməsin. Haqq əlbəttə bütün bizim maşallah indiki bugünkü gün hakimlərimiz ədalətli rəylər verirlər. Ola bilər ki, hansısa bir balaca səhv ola bilər, amma ki, onun hamısını çalışırlar ki, düzəlsinlər. Bütün idmançılara uğurlar arzulayıram. Sağ olun, çox sağ olun Əli müəllim. Allah canınızı sağ eləsin. Allah siz bu əziyyətinizi yerdə qoyun. Çox sağ olun. Sağ olun. Və bizim burada Gənclər və İdman Nazirliyinin təmsilçisi, bizim sizi kimi idmançılardan olmuş bizim dostumuz buradadır. Öz sözlərinizi deyərdiniz. İlk öncəliklə salamlayıram məşqçiləri, idmançıları Gənclər və İdman Nazirliyi adından. Əli müəllimin təşəbbüsü ilə maşallah 7-ci seriyadır keçirilir hər il ənənəvi olaraq. Deyilənlərə qüvvət kimi demək istəyirəm ki, bütün tanıdığımız peşəkar idmançılar hamısı zonadan, daha sonra ölkə turnirlərindən məşqçilərimiz yaxşı bilir. Yəni Respublika çempionatından və belə kubok yarışlardan çıxır. Mən də bütün idmançılara uğurlar, inşallah məşqçilərin əziyyətlərin layiqincə inşallah təmsil edərlər. Ədalətli bir mübarizə arzulayıram. Uğurlar inşallah. Çox sağ olun. Və bizim regionlardan Hakim Rəfəli və rəhbəri Anar müəllimə söz verir. Məşqçilər, idmançılar, məşqçi qonaqlar, hər birinizi salamlayırıq. Bildiyiniz kimi Xocalı Klub UK7 layihəsinə start veririk. Sabah inşallah saat 8:00-da yarışımızda, möhtəbər yarışımıza start veriləcək. Yarışımızda bir ring, 2 tatami, low kick və kicklight qaydalarından olacaq. Bir balaca ring döyüşündən danışaq. Ring 15 yaş tamam olmuş yeniyetmələr, 17 yaş tamam olmuş
gənclər və 19 yaş tamam olmuş kişilər arası olacaq. Bütün ring döyüşləri low kick qaydalarından olacaq. Bütün əl, ayaq zərbələri, dəqiq vurulan ayaq zərbələri, amplitudalı vurulan ayaq zərbələri hamısı bir xaldır. Pateşkanın özü bir xaldır. Low kick diz qapağından 2 barmaq yuxarı vurulmalıdır. Ayağın qabaq tərəfinə vurmaq, zərbə vurmaq qəti qadağandır. Baş nahiyəsi və onurğa sütununa, yəni bel nahiyəsinə və boyun arxasına vurmaq qadağandır. Deməli, yeniyetmələrdə ikinci knockdown, ümumi 3 raund ərzində ikinci knockdown döyüş dayanır. Gənclər və böyüklərdə ümumi 3 raund ərzində 3-cü knockdown döyüş dayanır. Deməli, knockdownların özü tək zərbəyə görə yox, yəni hesab açılır, tək zərbələr yox, texniki knockdownlar da ola bilər, idmançı özünü narahat edə bilər və yaxud dəqiq zərbə vurur. Ayağı zədələnsə belə, heç bir qayda pozuntusu yoxsa, ikinci variant, yəni o vəziyyətdə texniki knockdown da açıla bilər. Keçək kicklock qaydalarına. Kicklock qaydaları bilirsiniz ki, tatami döyüşüdür. 81 kvadratda işlənilir. Deməli, bütün döyüş zərbələrin low kickdən fərqli olaraq hər bir zərbənin öz qiymətləndirməsi var. Əl, ayaq zərbələri başa, bədənə dəqiq vurulan zərbələr bir xaldır. Ayaq zərbəsi bədənə və low kick zərbəsi bir xaldır. Başa, ayaq zərbəsi 2 xaldır. İkinci hissə yerdən qalxıb, üçüncü hissə yerə dəyməmək şərti ilə başa, ayaq zərbəsi 3 xaldır. İkinci hissə yerdən qalxıb, yəni bir ayaqla vurursa, ikinci ayaq yerdən üzülürsə də, üçüncü hissə, yəni əlin yerə toxunmursa da, bədən nahiyəsinə vurulan zərbələr 2 xaldır. Pateşkanın özü 1 xaldır. Deməli, ümumi tatami döyüşləri 2 round olacaqdır. Ring döyüşləri 3 round olacaq. Tatami döyüşdə ümumi deməli 2 round ərzində deməli xəbərdarlıqlarının özü 2 kriteriya bölünür. 1. Qayda pozuntusuna görə kriterilər, 4 dənə rəsmi xəbərdarlıq diskvalifikasiya deməkdir. Əlinin içindən vurdu, dizdən aşağı vurdu, onurğaya vurdu, qayda pozuntusu elədi. Bunlar hamısı qayda pozuntusu kriteriyalar gedir. Və ikinci kriteriya odur ki, xəttdən çıxmaq. Yəni exit komandası. Exit komandasında birinci, ikinci, üçüncü exit verilir. Yəni birinci dəfə çıxıb, ikinci dəfə çıxıb, üçüncü dəfə çıxıb. Burada heç bir xal silinməsi yoxdur. Amma dördüncü dəfə çıxışda artıq diskvalifikasiya deməkdir. Yəni hər bir idmançıya 3 dəfə şans verilir ki, qırmızı tatamidən çıxmaq. Yəni bildiyiniz kimi tataminin özü göy tatamilərdən düzülür, qıraq perimetrlər. Sonra qırmızı tatami başlayır, yenə ortada göy tatamilərlə düzülür. Deməli, qırmızı tataminin sonu artıq xəttdən çıxmaq deməkdir. Deməli, zərbələrin qiymətləndirməsini danışdıq, qayda pozuntusundan danışdıq. Hər birinizə uğurlar olsun. Qoy güclü qalib gəlsin. Təşəkkür edirik. Hörmətli idmançılar, əziz məşqçilər, bir daha sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Xüsusən məşqçilərə çox təşəkkürümüzü bildiririk ki, bugün burada bizimlə Xocalı ədalət deyirlər. Və məşqçilərdən hər şey asılıdır, çox şey asılıdır. Çünki məşqçi olmasa idmançı olmaz. Klub olmaz. Və biz sizə dərin təşəkkürümüzü bildiririk. Hörmətli məşqçilər. Gəldiyiniz üçün çox təşəkkür edirəm sizə. Və indi isə artıq face to face, yəni üz-üzə gələn idmançılar bir-bir dəvət olunacaqlar. Bir-bir tablonun qabağında və çəki mərasimində iştirak edəcəklər. Öz güclərini ilk öncə nümayiş etdirəcəklər rəqiblərinə baxışları ilə. Görək kim güclüdür? İlk baxış olaraq kim qalib gəlir? Rəqib üzərində ilk qələbəni kim qazanır? Peşəkar döyüşlər budur. Və əziz idmançılar, peşəkar döyüşdə bizim Azərbaycanın təmsil edən idmançılarımız var. Bəhram Rəcəbzadədir, Çingiz Allazovdur, Akif Quluzadədir, ondan sonra Alim Nəbiyevdir və bizim bir çox idmançımız var ki, Rauf Gərayzadədir. Və bizim gənc idmançılarımız var ki, Akif Quluzadə həqiqətən bu dəqiqə Van FC-də böyük işlər görür. Bizim ölkəmizin bayrağını qaldırır. Və mən sizin hər birinizə elə idmançılar olmağı arzulayıram. İndi bax, onlar necə edir öz döyüşlərində, siz də həmin səhnəni göstərərək qura bilərsiniz burada. Güclü qalib gəlsin. Və Özüm verib bir şey bildirmək istəyirəm ki, bu biraz haşiyə çıxacaq, amma bir şey bilsinlər ki,
Hər kəs bilsin bunu. Xocalıya ədalət, Xocalı kuboku. Nə qədər ki, Xocalı İdman klubu var, keçiriləcək. Yenə də deyirəm, hər il keçiriləcək bu klub. Klubun yarışı mütləq ki keçiriləcək. Növbəti rəqiblər Cəfərli Əli Bozqur. Bunun rəqibi Qəhrəman Sərtər Fatılası Qəhrəman Sərtər rayonundan Sərtər Cəfərli komandası Kiyev Qavir. Məhəmmədli Zami. Əskərli Rəhim Bozqur.
heç olmasa bir. Keçidələ sənsən? Məhərrəmli Ömər, Samuray Kickboxing klubu. Kəmər Salam. Onun rəqibi Məhərrəmli Sinan, Samuray İdman klubu. Süper İdman klubu, Samuray İdman klubu. Növbəti Dadaşzadə İsmail, Şəhid Orhan İdman klubu. Onun rəqibi Seyid Ömrullah, Abşeron İdman klubu. Kameranın qabağından keçsin uşaqlar. Gələcək bəhrəmıdır. Gələcək bəhrəmı. Növbəti İsayev Şahsuza, Qocalı İdman klubu. Aspa İdman klubu. Cabbarzadə Əli, Melisa İdman klubu. Nəsirov Həsən, Qocalı İdman klubu. Həsən nə dedim onu elə bir daha görün. Görün baxın gör belə. İbrahimov Yusif, Atev Gəncə. Onun rəqibi Əliyev Eltun, Qocalı İdman klubu.
Uşaqlar, ayaqqabılarınızı çıxarın. Tələsi ayaqqabı ilə çıxmayın. Dəvət olur. Cəniyev David. Başına Rəqibi Yusuf Hüseyin. Təmkin. Dəvət olur. Həcə Xəbərləndə. Əsman Ağa. Rəqibi Məmməd Oğlu. Qocalı İmamlı. Ələndə. Araz Naxçıva. Rəqibi Məmməd Oğlu. Qocalı İmamlı. Dəvət olunur. Seydayev Maksud. Doğru idman klubu. Rəqibi Asraf Kamil. Qocalı idman klubu. Dəvət olunur. Cəfərov Adəm. Araz Naxçıva. Rəqibi Ələkbərov Orxan. Qocalı idman klubu. Məhərrəmli Əlirza, Neftçala İdman Klubu. Onun rəqibi Zeynalov Bəhman, Xocalı İdman Klubu. Növbəti rəqiblər. Dadaşov Əli, Şəhid Orxan İdman Klubu. Onun rəqibi Məmmədov Raul, Elita İdman Klubu. Ayaqqabı zor. O düşüyor bir de. Əliyev İran, Akif Gəncər. Qədirli Nurcan, Qurbayın. Həsənov Ramazan, Golden Ring. İbrahimov Tuncay, Melisa.
Əbilov Hüseyin. Babayev Ümit, Akayev Gəncər, İbrahimli Rüzgar, Araz Naxçıvan. İbrahimli Rüzgar. Qarayev Əli, Səhərçi İdman Klubu. Əlili Həmid, Köranboy İdman Klubu. Rəqbi yox. Rəqbi var, Abdullayev Tuna, Kəlbəcər İdman Klubu. Əliyev Ülgü. Qavarov Həsən, Xocalı İdman Klubu. Nəzərov Məhəmməd, Legioner İdman Klubu. Burada rəqibi gəlir müəllim. Zəkiyev Ağaşeyn, Aliqatır. Məhəmməd Nizami, Küpa İdman Klubu. Müstəmli Ruslan, Sensei. Əkbərli Əli, Golden Ring. Gözəlov Muhammed Ali, Rakal. Zeynalov İbrahim, Nikah İdman Klubu. Əliyev Usal, Xocalı İdman Klubu. Məmmədov Ramiz, Neftçi. İsayev Fərid, Sensei İdman Klubu. Babazadə Hüseyin, Free Fighter. Olmasın müəllimlər. Sonlar face-to-face gəlir. Bu vaxtlarda gəlir. Biz sənəqəsiz görürsün. Yox, Keç, kimidir? qəşəng görürsün. Uşaqlar Babazadə Hüseyin. Rəqib Samur. Qasımov Ruslan, Samur İdman Klubu. Quliyev Yusif, Free Fighter. Gəl. Iskabrova. Qurbanzadə Rövşən, Xocalı İdman Klubu.
Ramiz, Neftçi İdman Klubu. Alqışlayırıq idmançımızı. Nəşər. Qocama. Əliyev Busal, Qocalı İdman Klubu. Müəllim deyir. Havay Rami. Məmmədov Həsən, Bəşləxan. Məmmədov Həsən. Zakiyev Ağası. Arigato. Mehmetli Zamik. Ziko.